Salam aleyküm değerli izleyiciler. Bugün Balakən şəhərinin Üzeyir Hacıbəyev küçəsində yaşayış evi və həyətyanı torpaq sahəsinin təqdimatını etmək istəyirəm. Satışa çıxarılıbdır. Gözəl bir yerdə yerləşən əmlakdır. Değerli izleyiciler, gördüğünüz bu küçə Asan Xidmət, Aspetrol olan ərazidə yerləşir. Gözəl bir yerdir, gözəl bir yerdə yerləşən əmlakdır. Gördüğünüz kimi belə bir dağ panoramalı, hər bir infrastruktura yaxın bir ərazidə yerləşir. Değerli izləyicilər, haqqında danışdığım əmlakın küçədən görüntüsü belə gözəl yeni üsulda hazırlanmış dəmir darvazaları və belə gözəl yaşayış evi. Daxil oluruq həyətə keçid alırıq. Girişdən belə məlumdur, gördüyünüz kimi birbaşa həyət metlaqlanıb. Yəni yay, qış üçün çox əlverişli bir şərait qurulub. Belə dekorativ ağaçlar həyətdə. Gördüyünüz kimi hər tərəf metlaq. Yəni həyətdə birbaşa metlağın üzərində gəzirsən, heç bir palçıq, toz ayağa bulaşmır. Gördüyünüz kimi. Həyət yanı torpaq sahəsi 5 sotdan ibarətdir. Yəni kubcalı, sənədli bir əmlakdır. Belə bir həyətdə böyük navesi gördüyünüz kimi. Belə bir böyük bir naves. Evdən çıxışı birbaşa navesin altındadır. Və navesin altında gördüyünüz kimi belə kafelənmiş basenyası. Gördüyünüz basenya 10 tondur. 10 ton su götürür. Və bu navesin baş tərəfində cücə baxmaq üçün, kartof saxlamaq üçün belə bir ambar tikilib. Yəni hər tərəfi gördüyünüz kimi belə rənglənib və gözəl bir şəkildə saxlanılır. Həyətdə belə bir yaşayış evi var. Baş tərəfində qarajdır. Bu gördüyünüz dəmir darvazalar qarajdır. Yəni qarajın daxildən də görünüşünü mən sizə təqdim edirəm. Belə bir qarajdır. Qarajın sağ tərəfində belə ayaq yolusu sanuzel. Belə metlaqlanmış və belə lazım olan əşyaların saxlanması üçün yer ayrılıb. Değerli izləyicilər, ümumi böyük belə bir yaşayış evindən əlavə həyətdə bir mərtəbəli yenə əlavə bir yaşayış üçün bina var və binanın daxili görünüşünü mən sizə təqdim edirəm. Daxil oluruq içəri və belə girişdə belə bir böyük zal otaqdır. Belə otağın sağ tərəfdən baş hissəsində mətbəxidir. Yəni belə sahibinin dediyinə görə mətbəx mebeli burada qalacaqdır. Və zal otağın baş tərəfində yenə yaşayış otaqlarıdır. Zal otaqdan giririk. Bu başda olan birinci otaqdır. İşıq burada elə bir ki lampışka yanıb, işıq yoxdur və onun arxa tərəfində belə bir otaq. Bu otaq vaxtilə deməli mağaza üçün nəzərdə tutulub. Bu ətrafda mağaza binası yoxdur. Yəni bunu buradan mağaza üçün nəzərdə tutulub, sonra yaşayış otağı kimi istifadə olunur. Yəni gələcəkdə buranı obyekt kimi də istifadə etmək mümkündür. Değerli izləyicilər, əsas evdən əlavə, yəni həyətdə olan əlavə yardımçı evdir bu gördüyünüz ev.
Yəni 3 otaqdan ibarət və kuxna daxil olmaqla, yəni mətbəxi daxil olmaqla belə bir ev. Dəyərli izləyicilər, əsas evin daxili görünüşünü mən sizə təqdim edəcəyəm. Həyətyanı torpaq sahəsi və həyətdəki yardımçı evdən əlavə əsas evin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. Bu giriş qapılarıdır, seyfivi, gözəl qapılar və girişdə daxil oluruq və burada 4-5 pilləkən belə bir metlaq kafel döşənmiş pilləkənlərdir və girişdə belə bir giriş otağı, ayaqqabılar saxlanılır burada və buradan daxil oluruq əsas yaşayış otaqlarına. Keçid aldıq yaşayış otaqlarına və belə girişdə divan, kreslosu olan, yəni giriş otağı buradan digər otaqlara paylanılır və sol tərəfdə belə təmirli yaşayış otağı və burada mən xüsusilə qeyd edim ki, otaqda belə bir havanın təmizlənməsi üçün hava təmizləyicilər qoyulubdur. Və buradan digər otaqlara daxil oluruq. Belə gördüyünüz bu girişdəki böyük zal otaqdır və 2 yerə bölünüb ara kəsmə ilə və burada da belə bir 2 otaq, böyük zal otaq 2 yerə bölünərək 2 otaq edilib və bu otağın da baş tərəfində yenə belə bir otaq. Burada da gördüyünüz kimi hava təmizləyicisi var. Yəni otaqlarda hava təmizləyici qoyulub, yəni havası təmizlənir. Dəyərli izləyicilər, belə bir 4 yaşayış otağından və bu otaqların baş tərəfində də mətbəxidir. Onu da göstərim mən sizə. Belə bir divarları kafellənmiş mətbəx üçün nəzərdə tutulub. Yəni mebeli qoyulmayıbdır və buradan da sanuzel otağı, hamamdır bura. Gördüyünüz kimi hamamdır, belə sanuzel otağı. Metlaqlanmış və belə hazır vəziyyətdə. Necə deyərlər, ev gir yaşa evdir, hazır. Dəyərli izləyicilər, əmlakın bütün sahələrini mən sizə təqdim etdim. Əsas yaşayış evinin köməkçi evi və daxili görünüşlərini sizə təqdim etdim. Belə bir gözəl yerdə, hər bir infrastrukturu olan bir yerdə belə bir əmlak satılır. Yəni, bu əmlakla maraqlanan hər kəs bizimlə əlaqə saxlasın və ətraflı məlumat bizdən əldə edə bilər. Və əmlakın gördüyünüz kimi belə sənədləriniz, evin sənədləridir, Kupçalıdır. Dəyərli izləyicilər, yəni Kupçalı birbaşa notariat kontorunda alğı-satqı etmək olur 1 saat ərzində. Belə bir əmlaka sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.